Şaxan qəsəbəsində yerləşən Sevda Abdullayeva adına Xəzər muzeyini Ruhullah Axundov adına Buzovna Mədəniyyət evində fəaliyyət göstərən Kübar xanımlar məclisinin üzvləri ziyarət etdi. Məclisin təsisçisi Simuzər Bakxanova və məclis üzvləri Sevda Abdullayeva ilə görüş söhbət etdilər. Daha sonra qonaqlar Xəzər muzeyinin təsisçisi Siyavuş Əlizadədən muzey haqqında məlumat alaraq muzey ilə tanış oldular. Yenə də biz Siyavuşun muzeyinə Sevda xanımın qonağı olacaq, Siyavuşun muzeyinə qonaq gələcək. 17 sot torpaq, bir də bu evi mən şagirdim Siyavuşa bağışladım. Yalnız o şərtlə ki, muzey yaratılıb. Burada bizim ən qiymətli eksponatlardan biri Heydər Əliyevin büstüdür ki, Ömər Eldarov tərəfindən məktəbdə yaradılan muzeyə bağışlanan hədiyyədir.